Hamıya salam. Səninlə Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir göstəricini daha ətraflı öyrənəcəyik. Tələb olunarsa videonu dayandıra bilərsiniz. Korporasiyanın hər bir göstəricisini daha diqqətlə öyrənməyə dəvət edirik. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Triteo S.A. Ticker, CRTA. Baxış 15 aprel 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru, Markets şirkət Triteo S.A. alt kateqoriyaya aiddir. Advertising qiymətləndirmədə 50 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonunda sifarişlər cədvəlinə baxın. Şirkət üçün cəmi 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta nəticə 1,8 bal. Çox geniş baxsanız, cəmi ABŞ fond bazarında. Siz görə bilərsiniz ki, ümumilikdə bütün bazar üzrə orta nəticə 1,9 baldır. Şirkət üçün 8 ballıq reytinqə qarşı Triteo S.A. Şirkətin səhm qiymətinin hərəkətini müqayisə etmək. Triteo S.A. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Triteo S.A. -20%lik dinamika göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı -23,5%. Bu, heç nəyi açıq şəkildə göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Korporasiyanın bazar kapitallaşması Triteo S.A. $1,52 milyard dəyərində qiymətləndirilib. 90 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Triteo S.A. 1,678% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $1,5 milyard həcmində qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 26 milyard dollardır. Triteo S.A. payı 4,18% təşkil edir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Triteo S.A. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 1,678% təşkil edir. Balans dəyəri 4,18% təşkil edir. Bu da bazar dəyərinin payından 139% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin maliyyə öhdəlikləri $0,105 milyard dollardır. Balansın kapitallaşdırılması üzrə maliyyə öhdəlikləri kapitalın 10%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə, yaxşı, 1 bal. Şirkətin birja dəyərinin mənfəətinə nisbəti 13,7-dir. Alt kateqoriya üzrə orta göstərici 30,6-dır və bu, alt kateqoriyadan 55% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət $111 milyon olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin $176 milyon olacağı gözlənilir. Bu, indikindən 58,4% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin gəlir balansına dəyəri 0,8-dir. Alt kateqoriya üzrə orta göstərici 1,2-dir ki, bu da alt kateqoriyadan 33% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fond bazarı dəyərinin gəlir göstəricilərinə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir $1,930 milyon olub. Gələcək 12 ay üçün gələcək gəlirin $3,60 milyon olacağı gözlənilir. Və bu, indiki vaxtdan 59% çoxdur.
Gözlənilən gələcək satış göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 1 bal. Satış marjası 5,8%, alt kateqoriya üzrə orta hesabla 3,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,824% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 104% azdır. Və bu, şirkətin cari bazar dəyərində balanssızlığı göstərir. Triteo S.A. Yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $432.000 bərabərdir. Alt kateqoriyada isə $212.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 103,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, dözümlü, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği $31,700. Alt kateqoriyada orta qiymət $6,900. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 357% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Hər bir şirkət işçisi üçün gəlir payı $550.000. Alt kateqoriyaya görə $184.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 199%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən satış həcminin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Satış əməliyyatlarının həcmi 5,8%, alt kateqoriya üzrə orta hesabla 6,6% təşkil edib. Bu qısa sıxılma göstəricisidir. Göstərici RASO 14 şirkət üçün %31 səviyyəsini göstərir. Triteo S.A. Alt kateqoriya üçün bu səviyyə təxminən 42% təşkil edir. Texniki cəhətdən alt kateqoriyalı qiymətli kağızlar şirkətin qiymətindən yüksək qiymətləndirilir. Triteo S.A. Şirkətin cari səhm qiyməti təxminən $27,92. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $55,74. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 100%dir. Sifarişlər cədvəlinə baxaq, hər kəs üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində bu mövsüm referans qiymətləndirmə sistemindən istifadə edərək açıq şəkildə qəbul edilmiş bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətləndirmə nəticəsində Triteo S.A. Məlumat və arayış qiymətləndirmə sistemi Guru, Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $27,93 açıq alış sifarişi. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olduğu üçün açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə metodologiyasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 31,44 səviyyəsində müəyyən edilmişdir. Stop loss 24,42 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda əməliyyat 15 may 2025-ci il tarixində mübadilə sessiyasının sonunda müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, GWA'da əks balanslaşdıran satış ticarətidir. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırıcı.
İkinci sifariş avtomatik bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün çox sağ olun Guru Markets. Siz bütün planetin ən gözəl tamaşaçısınız.